Gününüz uğurlu olsun, xoş gördük sizləri. Biz keçən dəfə cəhətlə miqyası keçdik. Bugün isə legendanı, şərh-işarələrə keçəcəyik. Legenda nədir? Ekranda olan şərh-işarələr ümumiyyətlə nədir? Ekranda olan rəng və simvollar onun izahıdır ki, yəni hansı rəng nə ifadə edir. Buna şərh-işarələr legenda deyilir. Deməli, ekranda biz bir layer açmışıq, tikililər layeridir. İndi bir neçəsini də açaq ki, bizim şərh-işarələr bölümümüz daha yaxşı görsənsin. Və başlayaq bu hissədən. Legenda hissəsi desktopla fərqli olaraq Pro-da daha yaxşıdır, daha mükəmməldir deyərdim. Çünki çox sürətli işləyir, çox da rahatdır və funksionallıqları həddindən artıq artırıblar. Burada, məsəl üçün, 6 dənə legenda forması veriblər, amma desktopda yalnız bir forma idi. Demək olar ki, onun üzərindən gedirdi və çox da ağır işləyirdi ilkin yaradanda. Birini seçək, 6 dənə də 6-sına da baxacağıq. Birini seçdik, seçən kimi avtomatik olaraq özü burada hansı layerlər açıqdırsa, onları burada göstərdi. Sözsüz ki, burada bunları nizamlamaq olur. Mən bu bölümü bağlayayım, o bölümü necə açmışıq, onu da göstərəcəm sizə. Burada birinci legendanı yaratdıq, keçək ikinci legendanı yaradaq, fərqlərinə baxaq. Sonra davam eləyək. İkinci legenda, üçüncü legenda nədir? Dördüncü legenda nədir burada? Beşinci legendamız və sonuncu altıncı legenda. Birinci legenda aydındır. İkincidə sadəcə fon veribdir, başlığı yoxdur. Üçüncüdə fon yoxdur, ağ rəngdədir, ramka veribdir. Dördüncüdə başlıq yoxdur ümumiyyətlə, heç bir fon da verməyibdir. Beşincidə tünd boz fon veribdir, başlıq yenə yoxdur və sonuncuda öz avtomatik olaraq seyrəldib ara məsafələrini, başlığı isə sol tərəfə çəkibdir. Amma burada başlıq mərkəz hissədədir. Yəni, fərqli formada hansı ola bilsin ki, uzun müddətli müşahidələrdən özləri planlaşdırıblar ki, bu formada olsa daha yaxşıdır. Yəni, ən çox istifadə olunanlar nələrdirsə, onlardan eləyiblər. Mən bunların hamısını siləcəm, çünki bu göstərdiklərinin hər birini biz manual olaraq əlindən özümüz eləyə bilirik. Ona görə də mən onları silirəm, davam edirik bunun üzərindən. Bunun üzərində sağ düymə vururuq, xüsusiyyətlər bölümünə, propertisinə daxil oluruq. Burada element, legend bölümü var. Burada nədir? Generalda name olaraq ümumiyyətlə göstərir ki, bu legendadır. Visible, görsənən olsun, görsənməsin, bağlı, açıq olsun və visibility range-də nə verir? Bu, desktopun özündə var idi, amma layerlər üçün idi. Hansı layer, hansı miqyasda görsənsin, hansı miqyasda görsənməsin. Burada onu maksimum, minimum scale-dən əvəz ediblər ki, şərti işarələr də ümumiyyətlə hansısa miqyaslarda görsənməsin. Məsəl üçün, mən burada verirəm 7000 miqyas, xəritəni update edirəm. Burada 7001 yazmışam. 7000 eləyəndə artıq o deməli şərh-işarələr itəcək ekrandan. Biz bunu 7001 eləyəndə artıq gələcək, amma gəlin ondansa bunu buradan non eləyək. Məsələ aydındır ki, bu nə üçündür? Bunu fərqli olaraq minimum scale edib əksini eləmək olar ki, hansısa miqyasda görsənsin, hansında göstərməsin. Bu da deməli layerlərlə bağlıdır. Burada hansı layerlər olmayanda bu gizlənsin ümumiyyətlə, ondan ötürü istifadə olunur. Burada map frame nədir? Bizdə frame olaraq burada bir dənə frame'imiz var, map frame. Daha doğrusu bir xəritəmiz var. Bir neçə dənə map olarsa burada onlar göstəriləcək və hansını istəyirsə onu seçirik, onu göstərir. Title, başlıq, legenda, bayaq dedim, bunu biz özümüz dəyişə bilirik. İstəyəndə bağlayıb, istəyəndə aça bilirik. Burada da legend sözüdür, bunu dəyişib şərti işarələr olaraq özümüz dəyişə bilirik. Refresh eləyirik, şərt işarələr gəldi ora. Sonra bu bölümə keçid eləyəcək. Burada sinxron var. Nədir? Yəni, yeni bir layer olarsa, onun rəng və formaları buna standartına uyğun olsun. Sonra gəlir sinxronizasiya, xəritə ilə olan sinxronizasiyadır. Bunlar nədir? Burada 4 dənə göstərilibdir. Layer visibility nədir?
məsəl üçün bunu qeydini götürdüksə, bütün nə qədər burada layer varsa, hamısını şərt işarədə göstərəcək. Hə, burada nöqtələr çıxacaq belə. Bunlar nədir? Bu çıxan zaman başa düşmək lazımdır ki, bizim cədvəl ramkamız balacadır və yazılarımız çoxdur deyə yerləşmir və orada 3 nöqtə yaranır. Təbii ki, burada belə deyim, bu şəkillər olmamalıdır. İndi biz onu buradan bağlaya bilərik. Ləğv eləmək olar, silmək də olar. Əgər açıq olarsa biz artıq onu edit eləyib oradan çıxarda bilərik. Sonra burada nə qaldı? Layer order var. Bunun qeydini qalsın yerində. Layer order nədir? Bu da məsəl üçün burada yanlı vəziyyətdədir. Qeyd işarəsi qoyulub. Pointi mən götürüb sürüşdürürəm aşağıya. Gördüyünüz kimi burada sürüşdürdüm deyə burada da dəyişdi. Amma burada məsəl üçün bu olmasa, qeyd işarəsi olmasa, mən bunu qaldıracam yuxarı hissəyə. Yuxarıda birinci qoyacam və burada dəyişiklik olmayacaq. Klikləyirəm buna, propertisi görsənir və buradan mən bu qeyd işarəsini qoyan kimi point layeri burada necədirsə, burada da qalxacaq yuxarı hissəyə. New layer qeydi daimi saxlanılır ki, yeni bir layer gələn kimi avtomatik olaraq burada əks olunsun. Reference scale-də reference scale varsa, həmən miqyasa uyğun olaraq bunun da ölçüləri dəyişəcək. Sonra keçirik ikinci hissə, Legend Arrangement Options-a. Burada da müəyyən dəyişikliklər eləmək olur. Yəqin ki, sizdə avtomatik olaraq budur. Burada bir bölümdən istifadə edə bilərsiniz. O da manual columns-dur ki, hansı ki, əllə özünüz sütunları artırıb azaltmaq olar. Minimum font size da bunun ölçü sayı ölçüsüdür. Onu dəyişə də bilərsiniz. Yəni minimum 6-dan aşağı kiçilməsin. Burada sütunların məsafəsi eyni olsun, standart olsun üçün qoyulubdur. Bu maraqlıdır. Məsəl üçün bu yaxşı, mən xoşuma gəldi əslində. Desktopda belə bir şey yox idi. Bu qeydi qoyduğumuz zaman sol tərəfdə yazılar, sağ tərəfdə isə şərt işarələrin özü görsənir. Qeydi götürürəm. Sonra burada ölçülərdir. Label nədir? Bunun ölçüsü olacaq bu. Hardasa burada 38-dir, 100 yazıram. Gördüyünüz kimi bu sürüşdürdü sağ tərəfə. Bu birisində isə description-dır. Burada yoxdur əslində description. Bu eləmiş point-dirsə, onun qabağına bir description yazırsan, onun ölçülərini dəyişmək olur. Bu 38 onda bir standart nədirsə qalıbsa, o da qalsın, dəyişmirəm. Sonra spacing ara məsafələridir. Burada bunların ara məsafələridir. Yazıların bir-birinə olan məsafələridir. Bunları da dəyişmirəm. Özünüz edərsiniz yoxlamaq üçün. Sonra gəlirik bu hissəyə. Bu nə idi? Bizdə başlıq olaraq deməli display bölümüdür. Sonra da gəlir placement. Display bölümü vacibdir. Biz özümüz dedik ki, bunu dəyişə bilirik. Burada sərhəd veririk ramka olaraq. Məsəl üçün sərhəd veririk. Bir dəqiqə buradan bu bölümə keçid eləmiş olacağıq. Geri qayıdıram. Buradan artıq özüm rəngi götürüm. Sonra keçid eləyək. Özü verdi qara rəng. Bu ramka deyil. Ramkanın özü budur. Bu əlavə olaraq biz böyük götürmüşük. Bunu kiçildə bilərik. Önəmli deyil. Əsas bu ramkadır. Bu ramkanı da məsəl üçün burada 10 versək, görək necə görsənəcək. 10 çox oldu. 5 milli veririk. Enter. Refresh daha doğrusu. Burada da 5 veririk. Enter. Mənə gəlir ki, hər iki tərəfdən 5 kifayət edir. Sonra bu qıraqlarının avalıdır. Ola bilər yeni başlayanlar bunu bilməz. 10 versəm görüm nə qədər aval edəcək. 10 məncə yaxşıdır. Bu qıraq hissəsini aval edir. Sonra bunun backgroundunda da arxasına fon verə bilərik. Fonu solğun rənglər vermək daha yaxşıdır. Nə qədər solğun verdimsə də çox tünd görsəndi. Belə bir formada əslində bu ramkaya qədər olmalıdır. Olması üçün biz dəyişirik buradan ki, həmən o ramkaya qədər o fon olsun. Burada neçə vermişiksə, məcbur burada da onu verməliyik. 5 milli, bunu da 5 milli edirəm.
Amma qıraqlarından çıxır. Gördüyünüz kimi. Niyə? Çünki burada da rounding'i tətbiq eləməliyik. Burada 10 vermişiksə 10%, bunda 10% eləməliyik. Bu zaman o fərq yaranmayacaq. Bu formada bunu hazırladıq. Sonra da kölgə istəyərsinizsə, kölgədə verə bilərsiniz. Buna kölgə nə rəng verəcəyik? Biraz tündünü versək bəlkə. Belə bir rəng versiya olar. Bunu artıq burada da ölçüləri mən dəymirəm, özü veribdir avtomatik, amma roundingini dəyişmək lazımdır ki, ondan bir olsun bu formada. Burada sonuncu da placement position'da yeri hardadır. Bunu da zaten sürüşdürəndə burada dəyişməlidir. O ölçülü rəqəmlər. Belə bir şeydir. Rotation'da fırlatmaq olurmu bunu? 50% olurmuş. Önəmli deyil, amma yəni bu 3 dənə bölüm daha vacibdir. Bu qədər məncə legenda bəhs eləyər. 10 dəqiqəlik videomuz oldu. Bizi izləməyə davam edin. Videoları bəyənib paylaşmağı unutmayın. Sağ olun. Növbəti videolarda görüşənədək.